1993-cü ildə Mingəçevirdə meyvə-tərəvəz istehsalı ilə məşğul olan şəkili bir sahibkar yoxa çıxır. Atası polisə məlumat verir, oğul itkin kimi qeydiyyata alınır. Ancaq üstündən illər keçsə də onu gördüm deyən olmur. Ta ki 1995-ci ildə Mingəçevirə yeni prokuror təyin olunur. Onun təyinatının elə ilk günlərində oğlu itkin düşmüş biçarə ata hər ehtimala yeni prokurorun da qəbulunda olur. Ona oğlunun illərdir tapılmadığını deyir. Bu zaman nə ata, nə də prokuror bilmirdi ki, axtarılan oğlunun başı, qolları bədənindən ayrılmış sümükləri onlardan bir neçə metr aralıda torpağın altındadır. Prokuror bunu bilməsə də itkin düşənləri harda axtarmaq lazım olduğunu çox yaxşı bilirdi. Mingəçevirdə törədilərək illərlə torpaq altında saxlanılan sahibkarın sümükləri və onun arvadının ağzından qaçırdığı bir sözlə açılan dəhşətli cinayətin detallarını təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Tikinti işi görənlərin diqqətinə tikintidə əl əməyini yüngülləşdirən inqilabi bir aləti təqdim edirik. Fiksator. Dəmirçilərin, qəlibçilərin kəlbətinlə mismarla 10-15 saniyəyə gördüyü işi fiksatorla 3 saniyə ərzində həyata keçirə bilərsiniz. Fiksatordan həm vaxt qazanacaq, həm də əlavə əziyyətdən xilas olacaqsınız. Armaturla karkas quran zaman məftil işini əlinizi zədələmədən bir göz qırpımında həyata keçirmək üçün fiksatordan istifadə edə bilərsiniz. Sərfəli qiymətə istənilən sayda bu alətdən əldə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi 051 773 77 37. Ramiz Cəfərov Mingəçevirə prokuror təyin olunanda şəhərdə vəziyyət olduqca qəliz idi. Düzdür, həmin illərdə, yəni 1995-ci ildə ölkənin heç bir yerində durum yaxşı deyildi. Ancaq Mingəçevirdə abu-havanı ağırlaşdıran bir neçə əlavə səbəb də var idi. Elə həmin il şəhərin Nəriman adlı polis rəisi və bir neçə işçisini də dövlət çevrilişinə cəhddə iştiraka görə həbs eləmişdilər. Əhalinin güc strukturlarına inamı sarsılmışdı. Eyni zamanda sənaye şəhərinin Sovetin süqutundan sonra sənayesini itirməsi insanları işsiz qoymuşdu. Bu kimi amillərin səbəbindən Mingəçevirdə kriminogen durum təhlükəli vəziyyətdə idi. Ramiz Cəfərov durumu nəzərə alıb ictimaiyyət, qurum və təşkilat əməkdaşları qarşısında hüquqi maarifləndirmə və vətəndaş qəbullarının sayını artırır. Məhz bu qəbullar sayəsində həmin illərdə illərlə bağlı qalan bir neçə dəhşətli cinayətin üstünü aça bilir. O yaxşı başa düşürdü ki, kriminogen vəziyyəti düzəltmək üçün illərlə cəzasız qalan cinayətkarlar cəzasına çatmalıdır ki, əməllərinə davam eləməsinlər. Eyni zamanda artıq şəhərdə hüququn bərpası hiss olunmalıdır. Beləliklə, Ramiz Cəfərovun rəhbərliyi ilə bir neçə üstü bağlı cinayət açılır. O prokuror təyin olunduğundan təxminən 15 gün sonra vətəndaş qəbullarının birinə az əvvəl qeyd etdiyimiz qoca, yəni Şəkidən yaşlı bir kişi qatılır. Kişi danışır ki, oğlu artıq 2 ilə yaxındır ki, yoxa çıxıb. Nə ölüsü, nə dirisi barədə bir kəlmə də danışan yoxdur. Təbii ki, prokuror əvvəlcə kişinin oğlunun nə işlə məşğul olduğunu soruşur. Bu zaman ahıl kişi deyir ki, oğlum sahibkar idi və Mingəçevirdə istixana parnik kişi eyni zamanda meyvə-tərəvəz istehsalı ilə məşğul idi. Davamında isə yaşlı kişidən oğlunun ölümü barədə şübhələri, təxminləri soruşulur. Kişi deyir ki, oğlum öz qaynı ilə yeni istixana işinə başlamışdılar. Onlar şərtləşmişdilər ki, hər ikisi işə 15.000 manat pul qoymalıdırlar. Lakin oğlum deyilən məbləği qoysa da, qaynı cəmi 5.000 qoymuş, pulun davamını verməmişdi. Bunun üstündə onların arasında söz-söhbət yaranmışdı. Elə belə günlərin birində oğlum yoxa çıxdı. Oğlum yoxa çıxdıqdan qısa müddət sonra da qaynı, yəni həmin qaynı Surguta getdi və hələ də geri dönməyib. Mən oğlumun qaynından şübhələnirəm. Düşünürəm ki, onu öldürüblər. Prokuror Ramiz Cəfərov həmin vaxt
Mingəçevirin polis rəisi olan Nizami Qocayevlə əlaqə saxlayır və bu barədə Ahıl kişinin əvvəllər verdiyi izahat və bu barədə alınan digər izahatlarla tanış olur. İzahatlar içində təbii ki, itkin düşən şəxsin gənc yoldaşının da izahatı yer almışdı. İtkin düşən şəxsin yoldaşı da deyilənləri təsdiqləyirdi. Deyirdi ki, ərim işə 15.000, qardaşım isə 5.000 pul qoymuşdu. Buna görə də münasibətləri korlanmışdı, hətta bir dəfə buna görə dalaşmışdılar da. Lakin sonradan bu işi qaydasına qoydular. Yoldaşım qoyduğu pulun artıq hissəsini satışdan geri götürəcəkdi. Onlar belə razılaşmışdılar və vəziyyətləri düzəlmişdi. Yəni artıq münasibətləri korlanmamışdı. Doğrudan da digər bir neçə detal da göstərirdi ki, onun ərinin itkin düşdüyü və qardaşının Surquta getdiyi günlərdən əvvəl Yeznəqayın birlikdə işə başlayıb, onları birlikdə mehriban şəkildə görənlər olub. Lakin prokuror Ramiz Cəfərov hər ehtimala itkin düşənin həyat yoldaşını yenidən prokurorluğa dəvət edir, onunla söhbət edir. Söhbət zamanı qadın izahatında dediklərini təkrarlayır, ancaq təcrübəli prokuror hiss edir ki, qadın yəni həyəcanlı ola bilər, prokurorla danışır, amma lazım olduğundan artıq həyəcanlıdır. Növbəti günlərin birində onu yenidən bu həyəcanı nəzərə alaraq əri ilə bağlı danışmağa dəvət edir. Bu dəfə isə qadın tamam özünü itirir. Ancaq dediklərindən kənara çıxmadan ilkin izahatında nə demişdisə dilindən ondan artıq informasiya çıxarmır. Dindirməni prokuror özü aparırdı. Qadının narahatlığından istifadə edən prokuror qəfil soruşur ki, qardaşın ərinə qarşı necə belə eləyə bilər? Yəni 10.000 pul nədir ki, qardaşın ona görə bacısının ərini öldürür? Bu sözdən sonra qadın özü də bilmədən ağzından elə bir söz çıxarır ki, 2 ilə yaxındır parçalara bölünüb bastırılan ərinin sümüklərinin üstünə nəhayət ki, gün düşür. Prokuror deyəndə ki, 10.000 manat pul nə puldur ki, onun üstündə qardaşın sənin ərini öldürür, qadın anidən deyir ki, onun üstündə olmayıb. Prokuror deyir ki, bəs nəyin üstündə olub? Qadın cavab verir ki, özləri bilər. Prokuror üçünsə artıq bu bəs eləyirdi ki, növbəti mərhələyə başlasın. Çünki artıq qadının ərinin öldürüldüyü bəlli idi. Qalırdı kim, niyə, necə? Kim sualda təxminən aydın idi. Bu sualların hamısının cavabı isə təbii ki, Surqutda idi. Ramiz Cəfərov yenidən Nizami Qocayevlə əlaqə saxlayır, deyir ki, Surquta əməliyyatçı göndərmək lazımdır ki, şübhəli şəxsi bura gətirsin. Əgər biz telegram vurub onu dəvət eləsək, çağırsaq, o şübhələnərək istintaqdan yayına, daha da dərin yerlərdə gizlənə bilər. Beləliklə, operativ şəkildə Surquta əməliyyatçı göndərilir və şübhəli şəxs 8 gün sonra Mingəçevirdə olur. Lakin o deyilənləri boynuna almır. Bu yerdə Ramiz Cəfərov daha bir taktikadan istifadə edir. Deyir ki, sən boşuna vəziyyəti qəlizləşdirirsən. Çünki bu qətlin sənin törətdiyini bacın da etiraf edir. Əlimizdə bütün sübutları var və ona sual verilir ki, əks halda sən nə üçün hadisədən dərhal sonra buradan uzaqlaşıb Rusiyaya getmişdin? Bu kimi suallar qarşısında artıq müqəssir anlayır ki, qətli gizlətməyin mənası yoxdur. Bu zaman həmin dəhşətli gecəni etiraf eləməli olur. Mərhumun həyat yoldaşı düz deyirdi. Bu dəhşətli qətl doğrudan da 10.000 manat pul üstündə baş verməmişdi. Bəs nə üstündə baş vermişdi? Bundan da adi bir məsələnin üstündə yaranmışdı. Deməli, Yeznəqayın ortaya qoyduqları pulla nəhayət ki 15 sot torpaq alaraq orada istixana və başqa şəraitlərdə tərəvəz yetişdirirlərmiş. Bir gün Qayın həmin torpaq sahəsində tərəvəzləri sulayarkən gecə saatlarında yeznəsi də ora gəlir. Onlar görüşüb qısa söhbət elədikdən sonra birdən Qayın suladığı zaman ehtiyatsızlıqdan lilli suvarma suyunu yeznənin üzərinə sıçradır. Bu zaman yeznəsi qaynını təhqirami söyüşlə söyür. Qayını da eyni söyüşü ona qaytarır. Boy-buxunda ondan cılız olan qaynının ona bu ağır söyüşü qaytarması yeznənin xoşuna gəlmir və onu döyür. Döyüldüyünü görən Qayın isə dözməyib suvardığı belin kəsici tərəfi ilə yeznəsinin başına zərbə vurur. Bu zərbədən sonra yeznə yıxılır. Artıq onun yaxşı olmadığını, yəni can verdiyini görən Qayını başına bir neçə zərbə vurub onu bir dəfəlik öldürür.
Daha sonra əvvəlcə qorxub evə qaçır. Sonra fikirləşir ki, bu meyit itirilməli, cinayətin izlərini silməlidir. Balta götürüb meyidin yanına qayıdır. Meyidi bastırmaq üçün dərin quyu qazmaq olduğunu bildiyindən onun başını, qollarını, ayaqlarını bədənindən ayırır. Başını ayrı, bədənini ayrı, qol və ayaqlarını isə bir çalada, yəni dayaz çalalarda bastırır. Səhəri gün bacısı ona deyir ki, əri gecə evə gəlməyib. Onlar bir bacı, bir qardaş olublar. Oğlan subay olub. Bacısına deyir ki, olan olub, keçən keçib, bu məsələni gizlətmək lazımdır. Ərini öldürmüşəm, bastırmışam. Bundan sonra o bacısına razılığa gəlib, Azərbaycandan qalacağı təqdirdə işi gizli saxlaya bilməyəcəyindən qorxaraq Surgutdakı tanışının yanına gedir. Beləcə məsələ 2 ilə yaxın üstü bağlı qalır. Təbii ki, peşəkar prokuror və istintaqçılar qətlin tamah məqsədi ilə, yəni həmin o pul məsələsinə görə törədildiyi ehtimalını da dəfələrlə dərindən araşdırır, lakin bunu əsaslandıran heç bir səbəb tapılmır. Buna görə də müqəssir şəxsi münasibətlər zəminində qəsdən adam öldürmə ittihamı ilə ittiham olunur. İş yekunlaşdırılaraq Qax məhkəməsinə göndərilir. Çünki həmin zamanlar köhnədən qalma cinayətlər harda açılırdısa, bir qayda olaraq məhkəməsini bitərəf keçirmək üçün onun hökm veriləcək rayonun başqa bir rayon seçirdilər. Yəni məhkəmə ayrı bir rayonda olurdu. Həmin zaman Qax məhkəməsi ezamiyyətdə olduğundan iş Oğuz rayonuna, Oğuz məhkəməsinə göndərilir. Məhkəmənin hökmü ilə yeznəsini öldürüb hissələrə ayıraraq bastıran qayına 15 il həbs cəzası verilir. Bəs ərinin qətlini gizləyən bacıya sualını verənlərə isə cavab olaraq deyək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaxın qohumunun, yəni doğmalarının onun törətdiyi və ya planlaşdırdığı cinayət barəsində məlumat verməməsi, yaxud cinayəti gizlətməsi cinayət məsuliyyəti yaratmır. Lakin burada doğmalar dedikdə bir siyahı mövcuddur. Ana, ata, ər, arvad, oğul və qız. Hər birinizə bu məcburiyyətdən və cinayətdən kənar bir həyat arzulayırıq. Salamat qalın.